Hürrün qəbridir. Hürriyahi. Hür o şəxsi ki İmam Hüseynə qarşı çıxır. İmam Hüseynin qabağını kəsir, ailəsini qorxuzur, uşaqların qorxuzur. Yəni onlar üçün pis şərait yaradır. Amma sonradan Əhl-i Beytə ehtiramı olduğunu, onları qarşı çıxmağın səhv olduğunu bildiyindən, başa düşdüyündən tövbə edir, İmam Hüseynə tərəf qayıdır. İmam Hüseyn də onun səhvini etiraf eləməyin gözəl şəkildə qəbul edir və ona heç utanmağa da imkan vermir. Və Hür də İmam Hüseyn tərəfdən döyüşə girir. Elə həmin döyüşdə də şəhadətə yetişir. Hürrün qəbiləsi tərəfdarları Hür sərkərdə olduğuna görə, böyük şəxs olduğuna görə onu gətirirlər özləri öz qəbilələrində, öz yerlərində dəfn edirlər. Ona görə də Hürrün qəbri Kərbəla şəhidlərindən kənardadır. Bu aşağıda da onun geyimləridir, zirehdir. Bu dövr üçün təfsir edir.